Deyir bir gün Allah Teala Cenab-ı Əzrailə əmr eləyir ki, get falan yerdə bir cavan qız var, onun canını al yine. Əzrail də gəlir həmin evə, həmin gənc qızın, qız da çox gənc olur, heç evlənməyib, onun canını alır. Bundan sonra bütün evdəkilər, həmin məmləkətdə onu tanıyanların qarğışı, ah-naləsi göylərə qalxır və Əzrailə nifrinlər oxumağa başlayırlar. Allah Teala'ya qarşı üsyan eləyirlər. Bunların ah-naləsi, üsyanı ərşə qalxır. Allah Teala Cenab-ı Əzraili təzədən göndərir həmin məmləkətə. Cenab-ı Əzrail gəlir, deyir ki, ey insanlar, mənim o qızla heç bir tanışlığım yoxdur. Nə onun çörəyini yemişəm, nə suyunu içmişəm. Mən yalnız Allah Teala'nın əmrini yerinə yetirmişəm. Siz hardan bilə bilərsiniz ki, Allah Teala o qıza sizin yeməklərinizdən də artıq onun yeməklər hazırlayıb və buradakı yaşayışından 1000 dəfə yaxşı yaşayış yeri onun üçün ayırmayıb. Ona görə siz bilmədiyiniz şey haqqında heç vaxtı Allah'a qarşı üsyan eləməyin. Mənə qarşı nifrinlər yağdırmayın. Bundan sonra insanlar dərk edərlər ki, hər bir şeyə qarşı səbir və təmkin göstərmək lazımdır. Ona görə hər bir şeyin səbəbi vardır. Səbəbsiz heç bir şey baş vermir. Ona görə bir iş, hadisə baş verəndə səbəbsiz yerə qarğışlar yağdırmaq, dərin qəmlərə qərq olmaq, Allah'a qarşı üsyan etmək lazım deyil. Hər şeyin gözəlini Allah bilir. Biz bilə bilmərik ki, Allah Teala o işi nəyə görə tutdu. Ona görə hər şeydə səbir və təmkinlik göstərmək lazımdır. Sağ olun diqqətinizə görə.